Salam əziz abituriyentlər. 30 noyabr 2025-ci tarixində 9-cu sinif 3-cü qruplar üçün keçirilmiş hədəf sınağının tarix sualları ilə tanış olaq. 31-ci sualda aşağıda verilən tayfaların hansı Atabütənəsində yaşamamışdır? Doğru cavabımız Xəzər variantıdır. Çünki Xəzərlər Atabütənəsində deyil, Albaniya ərazisində məskunlaşmışdır. Pompeyin Albaniya yürüşü ilə bağlı qeyd olunan biri yanlışdır. Orosla sülh bağlayan Pompey məqsədinə çatmaq geri qayıtdı. Bəli, doğru cavabdır. Halbuki o Pompey həm Kür, həm Qanıq döyüşlərinə qalib gəlmişdir, amma müqavimət səbəbilə geri döndü. Albaniya müstəqilliğini itirmişdi, xeyr. Bu yanlış cavabdır. Kür çay sahilində Romada qalib gəldi, doğru deyilən 66. Döyüşdə Alban qadınları iştirak edir. Bəli, bu Appiyan məlumat vermişdi ki, bu eradan 65-ci ildə baş vermiş Qanıq döyüşündə Alban qadınları iştirak edib və hərbi iyiləşdirən Pompey Kozisinin başçılığı Almaniyasına məlumat vermiş. Bu da Qanıq döyüşünə aid doğru cavabdır. Qədim dövlətlər Roma və Yunanıstan aid xüsusiyyətləri seçək. Eradan və 3-cü əsrdə bütün İtaliyanın işğalını başa çatdırdı. Bəli, bu doğru cavabdır. Romanın iki işğal edici ərazidir. Əhəməninin varlığına son qoydu. Bu Makedoniyaya aid xüsusiyyətdir. Eradan əvvəl 330. Kara döyüşündə Parfiya qüvvələrini məğlub etdi. Eradan əvvəl 53-cü ildə baş vermiş Kara döyüşündə Parfiya deyil, Roma məğlub olub. Yəni Parfiya məğlubiyyəti doğru cavab deyil. Yunanistan eradan əvvəl 5-ci əsrdə Araq dənizində qüdrət dövlət çevrildi. Bəli, doğru cavabdır. Yunan Əhəməni müharibələrinin nəticəsi olaraq yoxsulların hüquqlarını müdafiə etmək üçün xalq tribunu bu yalnız Romadaydı. Eradan əvvəl 6-cı əsrdə son islahat keçirildi. Eradan əvvəl 594-cü ildə, yəni 6-cı əsrin birinci yarısında. 1A, 2D, F doğru cavabımız E variantı. Erkən orta əsrlər tarixinə aid deyil. Erkən orta əsrlər bildiyimiz kimi 3-11-ci əsrləri əhatə edir. Aksuvar xan Sasanlara qarşı mübarizə aparması, bəli, 484. Herata tutması, elə bu B variantları göstərilib, doğrudur. Marafon döyüşü eradan 590-cı ildə, 490-cı ildə baş vermişdi. Yunan Əhəməni müharibəsinə aiddir. Bu erkən orta əsrlər, yəni feodalizm dövrünə deyil, quldarlıq dövrünə aid xüsusiyyətdir. Doğru cavabımız C. Arşakların Albaniya idarə etməsi, bəli, 1-ci əsrdən 510-cu ilə qədər. Bu da erkən orta əsrlərə aiddir. 3-11-ci əsrlər dövrüdür. İkinci Vatikan Sasanlara qarşı mübarizə aparması 457-463. Bu da 5-ci əsr erkən orta əsrlər dövrüdür. Xronoloji ardıcıllıq müəyyən Afina son islahatı eradan əvvəl 594. Roma Respublika dövrünün başlaması eradan əvvəl 509. Attilanın Qərbi Romaya yürüşü 451 Katalaun. Ağunun süqutu 567. Xronoloji ardıcılığa baxsaq, öncə eradan əvvəl böyükdən kiçiyə doğru azalan doğru istiqaməti hərəkət edirik. 1, 2, 3 və 4. Doğru cavabımız C variantı. Səbəb-nəticə əlaqəsi pozulmuşdur. Alanların Azərbaycana yürüşləri katakomba qəbrinə inşası. Bəli, alanlar 1-ci, 3-cü əsrlərdə Azərbaycana yürüş etmişdi. Ən böyük yürüşləri 70-74 idi. Onların gəlişində katakomb qəbirləri, tapılan qəbirləri sübut edir. Doğru cavabdır. Qanıq döyüşünün baş verməsi eradan əvvəl 65. Alban qüvvələrinin Roma imperiyasını məğlub etməsi xeyr. Birincisi Albanlar məğlub olub. İkincisi də bu dövrdə Roma imperiya deyildi. Bu yanlış cavabdır. Digər variantlara baxaq. Asogen hakimi gəlməsi 424. Yerdə Alban əlifbasının qəbul olması, bəli, 5-ci əsrdə Asogen bunu etmişdi. Lukul və Pompeyin şərqə yürüşü eradan əvvəl 1-ci əsrin 1-ci əsr Atabütən Romanasına düşməsi doğrudur. İkinci Vasilin hakimiyyətə gəlməsi 444 Asogenden sonra Albaniyanın paytaxtının yeni şəhərə köçürülməsi bəli, doğru cavabdır. Avropanın dövləti mövcud dövrünə uyğun yaranır. Avropanın dövləti bildiyimiz kimi 470-ci illərində, yəni təxmini 374-cü ildə yaranıb, demək 470-ci illərə dağılıb. Atabütən Sasanlar həkimə qatılması 227. Bu dövrdə Axın dövləti, Avropanın dövləti yox idi. Romada qulların ödəməsi qanunverməsi 2-ci əsr. Bu dövrdə də Avropanın dövləti yoxdur. Məzdəklərin başa çatması 529, 481-də başlamışdı. Bu dövrdə Avropanın yoxdur. Albaniyanın Dizra döyüşünü itirdiyi torpaq geri qaytarması 387-ci il müqaviləsi. Bəli, bu dövrdə artıq Avropanın dövlətinin mövcudluğu var. Doğru cavabımız D var. Sasanların yaranması 226-dır. Aşağıda verilənlərin aid olduğu ərazi müəyyən edin. Spartakın başçılığı üsyan baş vermişdi eradan əvvəl 74-71-ci illər və 2-ci əsrdə Araq dənizində güclü dövlət çevrilmiş. Təbii ki, Romadan söhbət gedir. Romada isə xəritədə qarın çəkməsi olaraq tapa bilərik. Doğru cavabımız 1-dir. Digər yerlərə baxaq. 2 Mərakeş ərazisidir. 3 Rusiya ərazisidir. Demək 4 Skandinav ölkələri Norveç, İsveç ərazisidir. 5 isə Osmanlı-Türkiyə ərazisidir. Qədim Misir dövlətinə aiddir. Çinin əsas alınması belə bir şey olmayıb. Suriya və Fələstin işğalı bəli, elə 1-ci Tutmos dövründə, eradan əvvəl 2-ci minillikdə. Hitlerə qarşı mübarizə 2-ci Ramzes'in dövründə, eradan əvvəl 13-cü əsr.
2-ci minilliyin ikinci yarısı. Doğru cavabımız 2 və 3. 4 isə şahmatın kəşfi Hindistana aiddir. Aşağıdakı hadisələrin hansında yeni döyüşün xronoloji ardıcılı alınır? Dizrav döyüşünün baş verməsi 371, Asogenin Albaniyaya itaət etmə başlaması 424, Kürd yaxınlığında Albanlar Xəzərlə məğlub etməsi 662, Məzdəklərin yatırılması biraz əvvəl deyilib 529. Xronoloji ardıcılığa baxsaq, 1 ilə 2-də problem yoxdur, amma 3 ilə 4-ün yerini dəyişməyə ehtiyac var. Doğru cavabımız E variantı. 41-ci suala baxaq. Mark Trayan və Krasın ortaq xüsusiyyətini müəyyən edin. Bildiğimiz kimi Mark Trayan Parfiya üzərində yürüş etmişdi, paytaxtını hətta Ktesifon tutmuşdu, amma üsyanlar səbəbindən geri dönmüşdü. Eyni şeyi Krasa da aid edə bilərik. Kras da yerdən əvvəl 53-cü ildə Karra döyüşündə Parfiya və Atropatena qarşı mübarizə aparmışdı, məğlub olmuşdu. Yəni Parfiya qarşı mübarizə hər ikisinə aid ortaq xüsusiyyətdir. Roma imperatoru olmaları ancaq Trayana aiddir. Albaniya müttəfiq olmaları heç birinə aid deyil. Şərqi Romaya rəhbərlik etmələri, daha doğrusu Albaniya müttəfiqlik Trayana aiddir. Çünki 2-ci əsrdə hakimiyyətdə olub və bu dövrdə Albaniya ilə Roma arasında müttəfiq münasibətləri qalırdı. Amma Krasa aid deyil. Şərqi Romaya rəhbərlik etmələri, yəni Bizansa heç birinə aid deyil. Xristian dinini təbliğ etməsi heç birinə aid deyil. Attilanın Şərqi Roma və Qərbi Roma üzərində etdiyi yürüşlər üçün ortaq cəhət. Bildiyimiz ki, Attila 434-453-cü illərdə hakimiyyətdə olub, 445-dən ölkəni tək başına idarə edib. Şərqi Romaya 434 və 447-ci illərdə, Qərbi Romaya isə 451-52-ci illərdə yürüş edib. Öncə Qalliyaya, sonra isə Roma şəhərinin özünə. Şərqi Romaya isə dediyimiz kimi 434 və 447. Hər iki hadisə 5-ci əsrə aid, yəni eyni əsrə aid xüsusiyyətdir. Doğru cavabımız C variantı. Mihraqul xanın hakimiyyət dövrünə aid. Bildiyimiz kimi Mihraqul xan 6-cı əsrdə hakimiyyətdə olub. İki xüsusiyyəti ilə seçilir, ən qüdrətli dövrdür. Çünki ordu islahat keçirib, ordunu gücləndirib və Hindistana yürüş edib. Burada şahidlər Hindistan sözünə yanlışlıqla E variantı götürə bilər, amma burada bütün yazılıb. Bütün yox, şimal-qərbi Hindistan tutub. Və dövlətin ərazlarını genişləndirməsi, yəni B variantı daha düzgün olar. Aşağıda qeyd olunan hansı Albaniya hökmdarına aiddir? Albaniyanın bütün vilayətlərini birləşdirdi və güclü mərkəzləşmiş dövlət yaratdı. Bu 3-cü əsrdə hakimiyyətdə olmuş 1-ci Qoçaq Vaçaqana, Alban aşağı hökmdarına aiddir. Cavanşirin xilafətlə apardığı diplomatik danışıqların nəticəsinə aid deyil. Bildiyimiz kimi Cavanşir 667 və 670-ci illərdə Xəlifə Muaviyə ilə görüşdü, Dəməşq Şam şəhərinə getmişdi və bu danışıqların nəticəsi olaraq Albaniya xilafətdən asılı qəbul etmişdi, vergilər də 3-də 1 qədər azaldılmışdı. Bu doğru cavabdır. 1. Albaniyanın daxili müstəqillik toxumu doğrudur. Albaniya rəsmi xilafət tabi doğrudur. Albaniyanın daxili müstəqillik itirdi, xeyr. Xarici müstəqillik itirildi, daxili müstəqillik qalırdı. Sasanlara qarşı bölgəyə mübarizə aparmaq haqqında razılıq belə bir şey də olmayıb. Doğru cavabımız 4 və 5. Uyğunluğu müəyyən edin. Artabaz 3-cü Mömin Vaçaqan. Albaniya hökmdarı olmuşdur. Təbii ki, bu 3-cü Mömin Vaçaqana aiddir. 487, 510-cu illərdə hakimiyyətdə olub. Demək, bura aid eləyərik. Fraspa döyüşündə Romalılar məğlub etmişdi yaradan əvvəl 36-cı ildə. Bu döyüşdə də hökmdar Artabazlı idi. 1B. Xristianlığı təbliğ etmişdir 3-cü Mömin Vaçaqan. Məsələn, 488-ci keçirmiş Aqon Kilsə məclisini nümunə göstərə bilərik. Roma imperatoru Pompeyə qarşı mübarizə aparmışdır. Demək, Pompey sərkərdə idi, imperator deyildi. Həmçinin Artabaz Antoniya qarşı mübarizə aparıb. Selevkilər dövrünə əsas düşmüşdür. Eradan əvvəl 223-cü ildə. Bu zaman demək Atropatena hökmdarı Artabazan idi. Heç birinə aid deyil. 1B, 2AC doğru cavab E variantı. 47-ci sual Neolit və Neolit dövrlərinin oxşar xüsusiyyəti. Cəmiyyətdə qadınların rolunun üstün olması bəli, hər ikisinin dövrdə ana xaqanlığı mövcud idi. Ata xaqanlığı mövcudu heç birinə aid deyil. İnsanlar kollektiv halda yaşaması bəli, yəni qəbilə quruluşunda yaşaması nəzərdə tutulur. Cavab 1 və 3. Metaldan əmək alətləri ancaq Neolitə aiddir. Neolit dövründə metal kəşf olunmamışdı. İkinci istimamət bölgüsü heç birinə aid deyil. Bu Tunc dövrünə aiddir. Yəni orta Tunc. Daha sonra baş vermişdi. Sasanların süqutu 651. 1-ci Bələncər 643. Xürrəmlərin başlaması 778. Albaniya Qəbəlindəki yeni şəhərə Bərdəyə köçürülməsi 5-ci əsr. Varaz qırğının Albaniya hakimiyyətində keçirilməsi 630 hakimiyyətə gəlməsi. Daha sonra dediyi üçü biz ən böyüyü, yəni hamısı bizim yerində olduğu üçün ən böyük rəqəmi, yəni C variantını götürürük. Uyğunu pozulmuşdur. Torpaq vergisi olub məhsullanır, xaraq doğrudur. Xidmət müqabilində verilir, hərbçilərə xostak doğrudur. 6-cı əsrdən bütün vergi və əhalidən ildə bir dəfə alınırdı, gezit doğrudur, can vergisi. Albaniya xristianlıq dövlətini yönetmişdi 313-cü ildə Urnayer. Burada isə 2-ci Şapur yazılıb. Ümumiyyətlə Sasanilər
Xristianlığı yox, atəşpərəstliyi yayırdı. Bu yanlış cavabdır. Romaya qarşı mübarizə aparmışdı. Urnail, bəli, Amit Tizral döyüşləri. Eyler-Venn diaqramının Yunanistan Makedoniyaya aid xüsusiyyətləri müəyyənləşdirək. Qədim Romaya qarşı mübarizə aparması hər ikisinə aid xüsusiyyətdir. Yunanistan ya da əvvəl 2-ci əsrin ortalarında, Makedoniya isə demək elə həmin dövrdə 146-cı ildə. Çin üzərinə uğurlu yürüş heç birinə aid deyil. Əhəmənilər üzərinə qələbə qazanması Makedoniya və hər ikisinə aid xüsusiyyətdir. Çünki Yunan-Əhəməni müharibələri 5-ci əsrdə Yunanistan qalib gəlmişdi. Makedoniyada da Makedoniya İskəndər Əhəmənilərlə demək bir neçə döyüş keçirmişdi. Bunlardan biri də Qavqamela döyüşü 331 ildən əvvəl. Parfenon məbədinin inşa edilməsi bildiyimiz kimi bu Yunanistana aiddir. Bütün tanrıların məbədi. Hindistana yürüş etməsi isə Makedoniya kralı Eradan və 327-ci ildə yürüş edən İskəndərə aid xüsusiyyətdir. Demək bu da 2Y. 1D, 2Y, 3AC doğru cavabımız C variantı. İkinci Vaçen paytaxt olaraq seçdiyi şəhər xəritədə müəyyən edin. Biraz əvvəl dediyimiz kimi bu 5-ci əsrdə paytaxt Qəbələdən köçürmüşdü Bərdə şəhərinə. Firuzabad da adlandırılırdı. Sasan Şah Firuzun şərəfinə belə adlandırılmışdı. Bərdə isə Göyçə gölünün paralelində yerləşir. Doğru cavab 3-dür. 2 Dərbənddir. 1 Ərdəbil. 4 Təbriz. 5 isə Marağa şəhəridir. Doğru cavabımız A variantı. Qədim Albaniya dövlətinin aid xüsusiyyətləri müəyyən edin. Əhəmənilərlə birlikdə İskəndərə qarşı döyüşdə iştirak etmişdir. Əhəmənilərlə mübarizədə Albaniya ilə onda yaranmamışdı. Roma imperatoru Antoninin hərbi yürüşünə məruz qalması, Antoni sərkərdənin imperatoru deyildi. Ölkə arasında yerli puldan istifadə olunmuşdu. Bəli, eradan əvvəl 3-cü əsrdə yerli pullar tələbatı ödəmək üçün yerli pullar kəsilmişdi. Eradan əvvəl 1-ci əsrin ikinci yarısında yad edilən yürüşə məruz qalmışdı. Bəli, eradan əvvəl 36 Kanidirin başçılığı ilə Roma yürüşü nəzərdə tutulur. Doğru cavabımız 3 və 4. 5-ə baxsaq, 3-cü əsrin əvvəllərində Roma Respublikası ilə siyasi iqtisadi mövzu olması, burada Respublika yox, imperiya dövrü yazılmalı idi. Aşağıda verilmiş mətnin nəticələrini seçin. 3-cü Vaçaqan Aqon Kilsə məclisini Albaniya müstəqil məhkəməsi müstəqil olan kilsənin dayaqlarını yüzləmə məsələdə çağırmışdı. Bəli, 488-ci ildə söhbət gedir və mətndən çıxardığımız nəticəni qeyd etməliyik. Xristianlıq feodal əsasları nizamlarını bəli doğru cavabdır. Kilsə islahatı uğursuz yox, uğurlu oldu. 3-cü Vaçaqan taxtdan salındı. Xeyr, bu 510-cu ildədir. Ona qədər hakimiyyətdə olub. Albaniyada feodal münasibətlərin inkişaf etməsi yardım göstərdi. Bəli, bu da doğru cavabdır. Arşakların varlığına son qoyuldu. Bu isə 510-cu illəri dediyim kimi. Doğru cavab 1-4. Albaniya 5-ci əsr tarixinə aiddir. Sasan mərzbanı təbliğ idarəsi. Bəli, 1-ci mərzbanlıq 463, 487, yəni ikinci Vaçen taxtdan salınması ilə 3-cü Mömin Vaçaqan taxta çıxana qədər olan dövr Sasan mərzbanlı dövr 5-ci əsr xüsusiyyətidir. Mehranların hakimiyyətə gəlməsi 630, bu 7-ci əsrə aiddir. Əhalidən gec alınan verginin alınması, bəli, Sasanlar tərkibində olduğumuz dövrdə gec eti, yəni can vergisi alınırdı. Bir sıra ərazilərin ərəbə təmin tutulması, ərəblər hələ 7-ci əsrdə bura gələcək. Amit döyüşü isə 359, 4-cü əsrdə baş verib. Doğru cavabımız 1-3. Xırıcı Acıqmayın, Romada 12 lövhə qanunları eradan və 5-ci əsrin ortaları. Böyük İpək yolunun fəaliyyətə başlaması eradan və 2-ci əsr. Xalqların böyük göz başlaması bizim eranın demək 4-cü əsri. Axund dövlətinin Hindistanın bir hissəsini ələ keçirməsi, bu da 6-cı əsr Mihraqul xanın dövrü. Xronoloji ardıcılığa baxsaq, öncə eradan əvvəllərə baxaq. 1, 2, 3, 4. Səhv fikirlər müəyyən edin. Pul müharibəsi baş verdi. Romer Karvinyas bəli doğru cavab eradan və 264-146-cı illərdə. Qırmızı qaşlar üsyanı 1-ci əsrdə baş verib. Bu dövrdə Sin yox, Xan Suası hakimiyyətdə idi. Yanlış cavabdır. Eradan 1-ci minillikdə Hindistan ilk dövlətdə yaranıb doğrudur. Bütün Suriya Misirdə qaldı. Kadeş müqaviləsinə görə xeyr. Eradan və 13-cü əsrdə bağlanmış Kadeş müqaviləsinə görə Suriyanın cənubu Misirdə qalmışdı. Bu da yanlış cavabdır. Bizdən yanlış istədiyinə görə doğru cavab 2 və 4. Uyğun olmayan Afina, Sparta şəhərləri hərbiləşdirilmiş dövlət idi. Təbii ki, Spartadan söhbət gedir. Eradan və 6-cı əsr sonları tiranlığa son qoyulması, bəli, üsyanla bu Afinaya aid xüsusiyyətdir. Xalq tribunların seçilməsi heç birine aid deyil, bu Romaya aiddir. Ordu və donanma strateginin seçimi başçılıq etməsi, bu da Afinaya aiddir 6-cı əsrdən etibarən. Kasta quruluşun mövcud olması da Hindistana aid xüsusiyyətdir. 1BD, 2A. Mətni oxusaq, burada Xürrəmlər üsyanına söhbət gedir və 58-ci suallara bizdən hansı üsyanın olduğu qeyd olunur. Elə Xürrəmlər yaza bilərik. Mənbədə üsyanın yeni rəhbərliyini kim nəzərdə tutulub? Burada 816-cı ildən Cavudun Əbu İbrahim'in ölümündən sonra hakimiyyətə hansı şəxsin gəldiyi, yəni yeni rəhbər kim idi ondan soruşulur. Bu da təbii ki, Babəkdir.
Və sonuncu sual, 60-cı suala tarixi biliklərinizə əsasən Məmməd Əbbəsoğlu'nun üsyanın 2 nəticəsini qeyd edin. Yaza bilərik ki, üsyan yatırıldı və ya məğlub oldu, belə yaza bilərik. Ərəb xilafəti zəiflədi və 9-cu əsrdə parçalandı. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.